Sadıq ilə Xəlil Danabaş kəndinin sakinləridirlər. Bu kənddə adətdir şəxslərə ləqəb qoymaq. Buna görə də Xəlil olub Gəzətçi Xəlil, Sadiq isə olub Lağlağı Sadıq. Bir gün Xəlil Sadığın dükanına gedir. Onlar bir qədər danışdıqdan sonra Sadıq bir ah çəkib dedi. Xəlil, amma oğlum, mənim bir arzum var. Qardaşım, nədir arzun? Mən artıq əfsus eləyirəm ki, biz ölüb gedəcəyik, amma bizim bu xoş əhvalatlarımız unudulub gedəcək. Qardaşım, sən heç narahat olma. Mən bütün əhvalatlarımızı hamısını yazmışam bir yerə. Bizə nəsə olsa çıxartdıracağam hamısını. Adını da qoyacağam Danabaş. Mən onsuz da əhdim var. Mən öləndən sonra mənə nə mənası ehsanlar versinlər, nə də Kərbəlaya aparsınlar. Çünki müftəyyənlər gəlib aşdan yeyəcək, danışıb çıxıb gedəcək. Onsuz da yaxşı adam olsa, yəni ehtiyac yoxdur heç birinə. Yaxşı adam kimi üzü ağ çıxacam Allahın qarşısına. Pis adamın nəyinə lazımdır? Ehsan, Kərbala, boş-boş şeylər. Düzdür, elə mənim arzum məhz bu idi. Allah sənə hər iki dünyada əsrət qoymasın. Cümləmiz amin. Amin. Bu kəndin sakini vardır, Məhəmməd Həsən əmi. Onun istəyi vardı, Kərbəlaya getmək istəyirdi. Bunun üçün özünə maddi durumu pis olduğuna görə eşşək aldı. Bir gün Danabaş kəndinin kətdası Xudayar bəy Məhəmməd Həsən əminin yanına gəlib eşşəyi ondan istədi. Məhəmməd Həsən əmi çarəsiz eşşəyi Xudayar bəyə verir. Dur bala, dur, ağlama. Niyə ağlayırsan? Axşam olacaq, katta gəlib eşşəyi qaytaracaq da. Öldürməyəcək ki. Dur, ağlama. At ki, bu Səfiyə oğlu Səfiyardan gəldi, çıxdı, eşşəyi apardı. Bizi də mərakə saldı. Valla belə mərakə olmaz. Əhmədi də sakitləşdirə bilməyəcək. Allahu Əkbər, belə şey mi olar? Yaxşı, yaxşı, bildilər. Bəs sən indi bu sözləri gəlib mənə deyirsənsə, tam mən neyə bilərəm ki? Eşşəyi verməmiş bu sözləri deyərdin də. İndi ki eşşəyi vermisən, mənə məsləhətə gəlmisən? Valla üz-üzdən utanır da, gəlir istəyir, mən də deyə bilmirəm, vermirəm. Həm də bu satılası, itiləsi bir şey deyil ki, eşşəkdir də, ətini yeməyəcək ki, gətirib qaytaracaq da. Kişi, valla səndə bir tük qədər ağıl yoxdur. Sabah yox, biri gün züvvarlar çıxırlar. Axı yazıq heyvan evdə qalmalıdır ki, əmələ gəlsin. Sən axı 6 aylıq yola çıxırsan, heyvan evdə qalıb əmələ gəlməlidir ki, səni o yola aparsın, gətirsin. Dünən heyvan getmişdi uzun ağaca. Bugün heyvanı sən aparmışdın dəyirmana. Sabah da heyvan getdi şəhərə. Bəs bu heyvan nə vaxt evdə qalıb kökələcək ki, sən bu heyvanla yola çıxacaqsan? Ayar bax, Allah xatir əl çək məndən. Yarım saat olar ağsaqqal eşşəyə götürüb gedib. Daha mən onun dalınca indidən düşə bilmərəm. Necə kişi də olsa ağsaqqaldır da. Gedib axşam qaytaracaq eşşəyi. Axı bəs mən neyniyim? Yəni mən Əhmədi necə ovuda bilərəm ki? Əhmədi ovutmaq olmur. Elə tutturub ki, eşşək ya eşşək. Yəni Xudayar bəylə sənin nə alıb verməyəcəyin var ki? Xudayar bəy kəndinin kətdasıdır da. Sən niyə eşşəyini ona verdin ki? Vay vay vay. Ana, vallahi Xudayar bəy o eşşəyə aparacaq şəhərə, üstünə sal qoyub gedəcək körpünü düzəltməyə. Vay vay vay. Mənim eşşəyimi, mənim eşşəyimi. Ay kişi, Allah görüm sənin evini bərbad eləsin. Bir ayaq qoy gör, Əhməd hara qaçdı? Əhməd yoxdur ortalıqda. Boy Allah, mənə kömək ol. Əhməd dəli zat özünü gedib quyuya atar. Mən hara daşını salım başıma, hara getdi bu, bilmirəm mən. Allah, mənə kömək ol, Allah. Anama ləhnət Xudayar bəy, atana ləhnət Xudayar bəy. Dəbən təmbətin düşsün, sən bizi nə dərdlərə saldın Xudayar bəy. Çöldə bir kişi var ana. Qız, o evdədir. Qazı evdədir. Evdədir, sözüdür. Mən qazını görmək istəyirəm. Gəl. Xanım, çəkil. Adam gəlir. Xudayar bəy Məhəmməd Həsən əmidən eşşəyi götürüb yollanır şəhərə, mollanın yanına. Onun mollanın yanına getməkdə məqsədi odur ki, kəbin kəstirmək istəyir. Ay bala, bu nədir? Qənd bir xeyir işim var. Qənd gətirmişəm ki, ağız şirinliyi olsun. Ağzın şirin olsun. Deyəsən kəbin kəstirəcəksən. Kəbin deyil, siğədir. Hə, siğə nə evi var ki? Lap yaxşı. Siğəni özün üçün elətdirəsən, yoxsa başqası üçün? Xeyr ağa, özüm üçün iş düzəlsən. Hə, problem yoxdur. Siğədir, bir dənə dua da oxuyacam, qutarıb gedəcək. Amma vəkil tapmaq lazımdır ağa. Hə, vəkil, əlbəttə vəkil lazımdır. Vəkilsiz, şahidsiz, arvad tərəfindən ikisi olmalıdır ki, mən o siğəni oxuyam. Yoxdur ağa. Açı, sən nə danışırsan? Vəkil yoxdur, şahid yoxdur. Mən bu duanı necə oxuyum bəs? Bəli ağa, belədir, yoxdur. Açı, sən nə demək istəyirsən? Mən baş açmadım. Deyirsən ki, siğə eləmək istəyirəm, lap yaxşı eləmək istəyirsən. Amma həm də deyirsən ki, arvad tərəfdən nə vəkilim var, nə şahidim var. Belə siğə oxutmaq olmayacaq axı.
Ağa, bir də bir mətləbim var mənim. Aha, de görək nədir hələ o? Bizim Danabaş kəndində bir dul arvad var. Aha. Onu mənə ərə vermirlər, qorxudurlar. Bu məsələyi həll eləmək lazımdır ağa. Ata, anam burdadır. Az yer ged o yana. Bitirdiyin 2 girvəncə qənddir. Götür onu da çıx get buradan. Mən lazım deyil o kimisə zorla gətirib evə arvad eləyəsən. Ağa, əgər bu işi düzəltsən, mənim başım sənə qurbandır. A kişi, başın lazım deyil mənə. Mənə lazım olan sağ get salamat. Ağa, bu işi həll elə. Həll eləsən nə istəyirsən istə məndən. Bax, belə danışaq. Mən elə hərəkət etmək istəyirəm ki, sabah sənin yanında xəcalətli olmayım. Səninlə belə bir şey danışaq. Sən mənə 2 kəllə qənd gətirirsən, yarısını doğrayıb fəqirə füqaraya paylayıram. Yarısını ağız şirinliyi ilə burada yeyirik. Başqa bir tələbim yoxdur. Sən mən bunu gətir, inşallah sənin işini düzgöş eləyərik. Baş üstə ağa. Kəbini kəsdirdikdən sonra Xudayar bəy şəhərdə bir gün qalır. Daha sonra kəndə qayıtdıqda bu xəbərdən xanımı Şərəf xanım xəbər tutur və aralarında mübahisə olur. Ay bab, sən niyə əl işlərinə qarşısan? Niyə əl işlərinə qarşısan ki, başıma boyun gəlsin? Aldın payımı, çağır dayını. Ay Qasım ağa, sənə görədir. Mən Murad Qulaya dedim ki, getsin çağırsın. O da qulaq asmadı, başladım onu döyməyə. Bu da qarışdı söhbətə. O heç, o bilmir nə qarır, o özünə gəlib davranır. Necə dövrad? Aldın payımı. Bir də mənim işimə girmə. Evlənirəm, özüm bilərəm. Dəxi sənə fərqi var mən kimlə evlənirəm? Ağzını təmiz saxla. Kimlə evlənirsən evlən. İş mənə maraqlı da deyil. Amma digər ki məni boşa. Dəxi mən sənin arvadın olmayacağam. Başıma mən nələr çəkirəm. Başım gözü üstə, boşuyuram səni. Daha sonra molla və yalançı şahidlər, yəni Qlava, Qasıməli Zeynəbin evinə gedirlər və Zeynəb xanımın üstünə şər yıxaraq onu şəriətdən çıxdığını deyirlər. Bacı, bilirsən biz bura nəyə görə gəlmişik? Biz bura gəlmişik ki, sənə nəsihət edək. Allah tənə rəhmət eləsin. Nəsihət verirsən, sən elə yanındakına ver də. O niyə məni bu qədər döyməlidir? Qabırğalarım ağrıyır mənim döyülməkdən. Niyə sən o işi o yerə gətirirsən ki, oğlun sən ağ olsun? Mən nə etmişəm ki? Sən şəriətdən çıxırsan. Şəriətdən çıxan Allah lənət eləsin. Lənət, lənət. Mən nə etmişəm ki, şəriətdən çıxmışam? Sən şəriət qanunlarını pozursan, şəriət qanunlarına qarşı çıxırsan. Məgər səndən məlumatın yoxdurmu? Sən Xudayar bəyin arvadsan, bu məlumat sənə təbliğ olunmayıb mu? Yaxşı, mən Xudayar bəyin arvadıyam. Bəs kimə razılıq vermişəm ki, ona ərə gedirəm? De görüm. Mən vəkil eləmədim bu kişilərin yanında. Sən elədin də. Bu yekə şey danmaq olar. Yaxşı, mən nə deyirəm ki? Nə deyirəm? Çox əzəb. İndi sən elə özün mənim yanımda iqrar elədin ki, Qasıməli vəkil seçmisən. Bəs niyə gedib Xudayarın evində oturmursan? Niyə gedib Əlifin evində oturmursan? Gələk sən zorla aparsınlar. Bas. Mənə bax görüm. Sən o yekəbaş ərin. Mənə kağız yazıb. Yazıb ki, mən bəhbəhlə arvad almışam, gətirmişəm ocağıma. Amma arvadım yoxdur ortada. Mənə itaət eləmir, məni adam yerinə saymır. Gedib dədəsi arabasında oturur. Bu nə deməkdir? Sən cəzalandırmalısan. Ya ora gedəsən, ya sənin o qırcəyindən tutub sürütləyib apararam səni ora. Sən indi Xudayar bəyin zövcəsisən. Sənin elədiyin iş düzgün deyil. Şəriət qanunlarına qarşı çıxırsan. Sən indi ağlını başına yığ. Heç kimin də, nə uşaqlarının da, nə özündə ürəyini sıxma. Get otur dinməz söyləməz ərinin evində. İndi sən mənə bax. Bu səndən normal danışdı, amma mən səndən normal danışmayacağam. Ya gedirsən Ərvin xarabasında oturursan, uşağına baxırsan, ya da səni saçından sürütləyib aparacam ora. Bax, ay arvad. Sənə axşama qədər möhlət verdik. Axşam gəlib Qasıməliyə ya hə, ya yox deyirsən. Allah pərverdigara, əgər gedib nasqamcə eləsən, sənə qulaq asmayacam. Allah pərverdigara, gedib mən Nəcmi-ki axır halda deyəcəm ki, sən pis adamlara qoşub onlarla birlikdəsən. İndi nə deyirsən? Nədir qərarın? Razısan ya yox? Razıyam. Ana, sən Allah, niyə ağlayırsan? Aa, heç ya. Elə anam yadıma düşür. Ana, niyə ağlayırsan? Necə ağlamayım? Görmürsən mən Xudayar bəyə ərə vermək istəyirlər. Hələ qardaşım məni nə qədər döydü. Ana, ərə getmək pis zatdır bəyəm. Mən yaşda ərə gedərlər. Cavan qızlar ərə gedir. Ana, bəs Zəhra bizim də səndən yekə arvad idi. Bəs o niyə ərə getdi ki? Yaxşı ana, ağlama. Bu əhvalatların üstündən artıq 6 ay keçir. Aynen, Fizənin burnu qanıyıb, qoyma sürtsün üstünə. Ana, Fizə üstünü qana bulaşdırdı.
1-1-1. Estağfurullah. Yaxşı, bu normal otur da. Ya. Gəl də, niyə dayanırsan? Allah. Neyləmişəm ki, şərətdən çıxmışam? Bilirəm sən Allah. O söz yadımdan çıxır. İşte görüm. Nə deyirəm? Baş xuda nə idi adı? Az. Ay arvad. Az deyirəm mən. Sənə nə? Mənə mesaj yazıb. Mesaj yazıb. Mesaj yazıb. WhatsApp fayda dövrdə. Necə postadır? Anam gülürsən az. Yazıb ki, nə gülürsən az. Tüpür sifətimə. Tüpür sifətimə. Sən o yekəbaş ərim. Sən o yekəbaş ərim. Ürəyimi sifətlə tüpür. Sənin də canı qalsın. Bağla baxırsan. Bağla baxırsan. Mora. Yekəbaş. Qoşulub. Sən vibrasiya qoşmasan. Hə də hə. Zunga bunga. Hə, cəza. Nağara. Yerində durur, elə boşluq. Ona bax story çəkilir. Ana! Mən bağlıya bax, nəsə gəlmərəm. Sən az nə martısın? Üstünü qana bulaşdırdı. Başı batsın. Ne oldu? Boşuram onda sən. Boşursan həm? Mən də gedirəm. Lan niyə boşanırlar? Mən çox maraqlıdır. Sən əl gülüşlərinə qayıtsan ki, başıma boyun gəlsin. Aldım payımı. Çağır dayımı. Hey, eşi. Ay Allah. Bizə görə də deyil. Ayağı yaman yer alır. Yaxşıdır. Bu haftanı özü də axı.